Sağ olun uşaqlar, hər vaxtınız xeyir olsun. Bu günlərim inşallah biz mobil sahəsi və mobil sahəsinin nəticəsində cəryanın müharibə təsir göstərən algoritması mövzusu gedəcək. Elə isə vaxt itirməyə başlayaq. Deməli, ilk öncə biz bu mövzuda nə edəcəyik? Cəryanların qarşılıqlı təsirinə baxacaq. Deməli, əziz uşaqlar, biz indi qədər bilirik ki, bir müsbət qiyməti, yəni əks işarəliklər bir-birini edirlər. Çəkirlər. İki eyni işarəliklər. İtəliyirlər. Yaxşı, iki şimal qıyıb, iki cənub qıyıb. Yaxşı. Bu günlərin mən sizə belə bir sual verir. Deyirəm ki, eyni istiqamətli cəryanlar artıq, bax, cəryanlar eyni istiqamətlidir. Deyirəm sizcə, bu naqillər bir-birini cəzb edir, yoxsa itələyir? İtəliyir. Aha, eyni istiqamətli olduğunu görürsə itələyir. Gəlin baxaq görə itələyəcəsi yox. Təbii ki, burada uşaqlar bu cəzb olma olacaq. İndi onun isbatını verəcəyik. Biz bundan qabaq-başladan keçmişdik, maqnit indikası. Maqnit indikası tapmaq üçün sağ ələsini istifadə düzdür. Sağ ələ tuturduq ki, baş barmaq cəryan istiqamətində qıvrılmış dörtbarmaqdan göstərirdi, maqnit indikasını göstərir. Demək, gəlin əvvəl təyin edəməyə çalışaq. Birincisi tapacaqsın. Baş barmağı qoysaq. Bunu sağ tərəfinə alacaq. Parmağımız dörtbə deyir. Daxil olur. Olacaq x. Bura oldu x. Sol tərəf alacaq nə? Nöqtə. İndi ikinci naqisi tapacaq. Bunu sağ tərəfinə alacaq. x. Səhər tərəfinə alacaq. Nöqtə. İndi baxın uşaqlar. Birinin mavi sahəsi x oldu. Birinin mavi sahəsi nöqtə oldu. Əks oldu x. Ona cəzb edəcək. Bunlar arasında yaranan qüvvə olsa cəzb etmə xarakteridir. Məsələn, bu olsun F1, olsun F2. Yaxşı uşaqlar, sizcə F1 bölülər, F2 bölülər. Yəni müqayisəsi necə olacaq? Bərabər. Bərabər niyə? Çünki hər birinin i'si və x'i bərabərdir. Bəlkə birini artırsan, 2 versən, zana yadda saxlayın, təsir əksəsə bərabər. Yazılışında F1 bərabərdir F2-yə. Yəni, bir mənalı şəkil yadda saxlayın ki, cəryanlar eyni istiqamət olanda bir-birini edəcəklər, cəzb edəcəklər. Yaxşı, əks istiqamət olsa nə edəcək onlar? Təbii ki, itələbi fazladır. Deməli, bunu tapanda bura olacaq x, yaxın hissəsini tapıram, bunu da tapanda sağ qarşısında içəri tərəf olacaq yenə x. X bir-birini edəcəklər, itələnmiş olacaq. İndi bir də sual çıxır. Bəs bunlar arasında yaranan qüvvənin qiyməti nədir, nasıldır? Və bunun orta məktəb dərsliklərində də var. Bəzən hazırda çox keçirmirdir, amma mən bu yazılış formasını verəcəm ki, nədən asılı olur? Deməli, bu qüvvənin qiyməti nədən asılıdır? F bərabər uşaqlar, təqribi bərabər, yəni tam dəqiq deyil üstür. Belə olacaq, I1 vur I2 bölünsün D. İndi bilirik ki, I1 nədir? Birinci naqilin zərrəşdir. I2 nədir? İkinci naqilin zərrəşdir. Bəs D, naqillər arasında qalan məsafə. Qalan, biz bilirik ki, maqnitdən uzaqlaşsa, maqnit xassəsi neyir? Azalır. Maqnitdən uzaqlaşsa, onun xassəsini hiss edə bilmir. İndi bu naqilləri bir-birinə uzaqlaşdırsan, onlar arasında yaranan qüvvə demə ulaşılacaq, sıfıra bərabər olacaq. Deməli, D-nin mütənasibidir, tərs mütənasib asılıdır. Deməli, qüvvə cəryan şərtinin qiymətindən düz, aralarındakı məsafə necəsidir, tərs mütənasib asılıdır. Yaxşı, elə buna aid bir sual verilməz sizə. Tutaq ki, belə bir naqillər verilir, var x, x və nöqtə. Hər biri cəryandır, yəni bu cəryanı istiqaməti göstərir. Bu da və bu da. Və aralarındakı məsafə uşaqlar eyni. İndi mən sizə sual verirəm. Deyirəm ki, bu olsun 1, 2, 3. Deyirəm, 1 və 2 tərəfindən 3-ə göstərilən yekun qüvvə hansı tərəf olacaq? 1 və 2 tərəfindən 3-ə göstərilən yekun qüvvə, bəli. Deyirik ki, eyni istiqamət onda neyini cəzbdir? Cəzbili əks onlar təzbir. İndi gəlin baxaq. 3-ə təsvir göstərib baxacaqlar, düzdürmü? Əvvəlcə 1-ə bax ki, 1 görək 3-ə neyini yedir? 1 necə yönəlir? X. X nə deməkdir? Bizdən şəkillər. 3 necə yönəlir? Nöqtə. Nöqtə nə deməkdir? Şəkildən bizə. Bunlar necə yönəlirlər? Əks onda bir-birini yeyirlər. İtələyir. Deməli, 1, 3 nə edəcək? İtələyəcək bu istiqamətdə. Bunun olduğu qüvvəli istiqamətini tərəf. Yaxşı, 2 ilə 3-ə baxaq. 2 x-dir. X o deməkdir bizdən şəkil. 3 nə deməkdir? Nöqtə şəkildən bizə. Əks oldu cəryanlar. Cəryan əksi yenə itələyəcək. Bu da bu tərəfə itələsə. Yekun əvəzləyəcək qüvvəli istiqamət hansı tərəf olacaq? Yuxarı mərkəz. Mərkəzdən yuxarı doğru yönəlmiş olacaq. Yəni bu tip suallar çözülür sizə. Sonra məsələn, belə bir sual verirəm. Nöqtə, x, nöqtə. Bu formada baxaq indi. Deyək ki, yenə bərabər tərəfli üst bucağın təpə nöqtənin cəryanlarını yerləşdirilir. 1, 2, 3. Yenə deyirəm 1 və 2-ni 3-ə göstərəcək qüvvə. İndi 1 ilə 3 necə yönəlir? Ona görə yenə cəzb edəcək. Bu olacaq bu istiqamətdə. Cəzb olunma bu istiqamətdə. Yaxşı, 2 ilə 3. Əks onda olacaq bu istiqamətdə. Amma 3-ün mərkəzindən mi yan? Yaxşı. Bu da onda əvəzləyəcək qüvvənin istiqamətinin tapılması. Və bu bizi cəryanların qarşılıqlı təsir başlığı. Yəni yenə deyirəm, onsuz da mahiyyət olaraq yenə dəyişmir. Əks çıxıqlar bir-birini edəcəklər, cəzb edəcəklər. Amma sadəcə biz belə xaصı olaraq deyirik ki, cəryanlar eyni istiqamətdə bir-birini edirlər. Cəryanlar eyni edərlər.
bir-birini cəzb edir. Əks halda gəlir. O da hardan çıxır? Maqnit yüksək xətlərinin tapılmasına görə. Yəni maqnit yüksək tapılanda görürük ki, ACM fonunda əks qütblər var və əks qütblər bir-birini cəzb eləmiş olur. Bu bizim cərəyanların qarşılıqlı təsiri və biz bilirik ki, naqildən cərəyan keçən zaman maqnit sahəsi həmin naqilə təsir göstərəcək. Yəni onu itələyəcək. Yəni maqnit sahəsində bir cərəyan naqilə yerləşdirsən, maqnit bu naqili itələyəcək. Sağa, sola, yuxarı, aşağı. Yaxşı, təməsin səbəb nədir? Qüvvə. Hansı qüvvədir? Bugünkü yeni dərsimiz, yəni yeni başımız olacaq. Amper qüvvəsi. Amper, ümumiyyətlə qüvvələr xüsusiyyətində xarakterizə olunur. Hansı xüsusiyyətləri var qüvvələrin? Qüvvələrin bir, istiqaməti olur. Necə? Qiyməti var. Üç xüsusiyyəti olur. Qiyməti, ədədi qiyməti, bir də təsir nöqtəsi. Tətbiq nöqtəsi. Bəli, tətbiq nöqtəsi. Tətbiq nöqtəsinin bu mövzuda çox belə deyək ki, önəmi olmayacaq. Naqilin təm mərkəzini qeyd edəcəyik ki, yəni hara yönəliyorsa naqilin mərkəzini göstərir. Bunu qoydum kənara. Qalır qiyməti və istiqamət. Gəlin əvvəl istiqamət haqqında danışaq, sonra qiymət haqqında danışaq. Deməli, yazı aşağıda amper qüvvəsi. Amper qüvvəsi. Amper qüvvəsi nəyə deyilir? Dedi ki, maqnit sahəsində yerləşdirilmiş cərəyanın naqilə təsir göstərən qüvvədir. Yəni, maqnit sahəsində yerləşən naqilə təsir edən qüvvə. Yaxşı, bu qüvvəni istiqamət tapmaq üçün uşaqlar biz istifadə edəcək sol əl qaydasını. Deməli, biz bilirik ki, fizikada 5 dənə əl qaydası var. Onun birini keçmişik. Maqnit yüksək tapılması, bundan sonra 4-ü keçəcək. Və yadda saxlamış olalım. Alimatları harada görürsünüz? 2 dənə alimat olacaq. Amper və Lorentz. Bunlar hər ikisi sol əldə tapılacaq. Yəni, qayda dəyişimdir. Nə vaxt olsun, sol əldə tapılacaq. Birinci keçici sol əl qaydası. Deməli, sol əldə təxminini çəkməyə çalışaq. Bax, sol əlimiz. İndi necə tapacağıq burada? Bax, indüksiya xətləri, yəni B xətləri. Mən sən nə tələb oldu? Niyə sola barmaq daha eynidir? Mən soruyorsun, niyə sol əliyə sonra e-bozu çəkiyorsunuz? Bakmamış kimi. Eqqam vurur e-bozu. Yanına, deməli, sol əlimizdə B xətləri, indüksiya xətləri daxil olacaq uşaqlar ovcumuza. Şabandakı quryamayı məndir. B harada daxil olacaq? Ovcumuza. 4 barmaq olacaq cərəyan istiqamətinə. 4 barmaq, bax, açılmış bu 4 barmaq var. Bu nə göstərəcək bizə? Cərəyan istiqaməti. 4 barmaq cərəyan işlətinin istiqamətini göstərəcək. Və bu zaman əlimizdə açılmış bu 90 dərəcəlik perpendikulyar baş barmaq göstərəcək bizi amper qüvvəsini. Baş barmaq olacaq amper qüvvəsi. Amper qüvvəsini göstərmiş olduq. Yaxşı. İndi bu qaydanı dedik, məsələləri tətbiq edək ki, daha rahat bizim yadımıza qalsın. Deməli, nə edir? Bunu buradan silərək, qaydamız qalsın ama yerində. Deməli, tutaq ki, belə bir maqnit sahəsi verir bizə. X. Bu nə demək uşaqlar? Xətlər necə gedir? Bizdən şəkillər. Bizdən şəkillər. Və burada bir dənə cərəyan verir. Cərəyandakı naqilçi cərəyan istiqaməti saxdır. İndi bunun amperqası tapmağa çalışaq. Götürdük sollarımızı. Dedik ki, B bizdən şəkillər. Elə deyək ki, olduğumuzda daxil olsun. Əlini tutub belə. 4 barını nə göstərir? Cərəyan istiqaməti. Belə tutalım, başqa yuxarı oldu. Yuxarı. Deməli, amperqası hara yönələcək? Yuxarı yönəlmiş olacaq. Deməli, naqil hansı tərəfə edəcək? Yuxarı yönələcək. Yəni, qaydasını tapılmaq çox rahat, yəni. Sonra baxın necə? Nöqtələr olan bir sahə verirəm. Nöqtələr olsun. Və cərəyəni verir yuxarı. İndi tapmağa çalışaq. Nöqtə nə deməkdir? Şəkildən bizə əlində tutulan lövhəyə tərəf. 4 barmaq cərəyəni göstərəndə baş barmaq hara olur? Sola. Sağ. Oldu bu istiqamət. Baş barmaq oldu bu istiqamət. Yəni, amperqası istiqamət inşallah bu forma tapılacaq. Və yaxud da başqa bir məsələlər verim. Tutaq ki, bura N olsun, burada S olsun. Və bizdə burada naqil cərəyan istiqaməti bu forma olsun. İndi gəlin bunu tapmağa çalışaq. Əvvəlcə nəyə təyin etməliyik? İndüksiya xətləri. İndüksiya xətləri haradan hərəkət edirlər? Şimaldan cənuba doğru. Şimal N, cənub S. Xətlər bizdən haradan gələcək? Yuxarıdan aşağı. Düzdürmü? B belə demək. İndi elə deməliyəm ki, o B otuna daxil olsun. Belə tutsun otuna daxil olar. Çevirməliyim əlim belə. Və 4 barmaq nəyə göstərir? Cərəyan istiqamətini. Tutdum barmağı belə. Baş barmaq hara gedir? Şəklə. Şəklə. Onda olacaq amperqasının istiqaməti bizdən şəklə. Bizdən şəklə necə göstərir? X-dir. Aydındır. Tamam, elə 2 dənə nümunə yazaq. İndi belə bir nümunə verir sizə. Tutaq ki, belə bir naqil verir bizə. Bu birinci naqil. Deyir, birinci naqilin naqil sahəsində ikinciyə təsir göstərən amperqasının istiqamətini tapın. Bax, birinci cərəyanın naqil sahəsində ikinciyə təsir göstərən amperqasını tapın. Əvvəlcə nə deməliyəm? Görək ikinci sahə naqil hansı naqil sahəsində? Onu tapmaq üçün birinci naqil sahəsi tapmalıyam. Qoyduq sağ əlimizi.
Baş barmaq dənə istiqamət olan sağ tərəf nə oldu? Nə oldu sağ tərəfimiz? X. Deməli bu ikinci naqilimiz hansı maqnit sahəsindəymiş? X olan bir maqnit sahəsindədir. X olanından sonra götürürüz sorulara bəniz. X ovucuma daxil oldu, 4 barmaq belə oldu, baş barmaq oldu. Yuxarı doğru yönəlmiş oldu. Deməli amper küməsi olacaq, yuxarı doğru yönələcək. Bu uşaqlar amper küməsinin istiqamətini tapılmasıdır. Bəs qiyməti? Qiymətin tapılması uşaqlar düsturu var. Yəni hazır bir düsturdur və çox sadə bir düstur əslində. Mən düsturu qeyd edirəm sizin. Uşaqlar qeydlərinizi götürərsiniz. Deməli, düsturdur belə uşaqlar. Birinci, deməli amper küməsi olacaq o belə. F amper bərabər, bax, belə hesablayabilirsiniz qısası. Amper deyir ki, sinüs alfanı bilməlisən. Yəni, bir sinüs alfa. Yaza belə, deməli, B-I-E, sinüs alfa. Yəni, bunun bərdaşlarda belə yazılır. I-B-E, sinüs alfa. Yəni, qrupların yerləşində hasil dəyişmir. Onda gəlin, analiz edək görək, buradakı veriləndən nədir? B nə olacaq? B. B nədir? İndüksiya. Yəni, indüksiya da. İndüksiya. I nədir? Cəryan işlədir. El nədir? Hansı uzunluq? Cəryan müncə səviyyədə gəlib olacaq. Hansı götürəcəyik? Yox. Ancaq maqnit sahəsində yerləşən sistem uzunluq. Yəni, aktiv istədiklərimə maqnit daxilində qalan sistem uzunluq. El olacaq, aktiv uzunluq. Bəs alfa uzağı nədir? Kimlər arasında varsın sən? B ilə İ'nin arasında. İki vektorlar kemik arasında olmalıdır. Bəli. Yəni, iki vektorlar ilə istiqaməti olan kemik arasında olmalıdır. Bəli. Deməli, istiqamət, uzunluğu nə istiqamət var ki? Keçsən, yəni uzunluqdur da, yəni bunun sağın sonu demək bir mənası yoxdur. Amma İ'nin də B'nin də istiqaməti olur. Yəni, cəryan sağa gedir, sola gedir, yuxarı aşağı, bir də B. Deməli, alfa uzağı olacaq bizdə, B ilə İ'nin arasında qalan uzaq olmuş olacaq. Deməli, o da belə çıxır ki, alfa bərabər 90 dərəcə olsa, amper və sözü nə qiymət alacaq? 90 dərəcə 0. 90 dərəcə sürüsünü alır, bir özünü anlatmaya maksimum qiymət olacaq. Əgər alfa bərabər 0 və ya 180 dərəcə olsa, minimum qiymət alacaq. onda minimum qiymət alacaq, yəni 0 olacaq da. Aydındır. Yəni, birinci məsələn, oxuyanda bucaqlara diqqət etməlisin ki, necə verilir? Perpendikulyar verilmir, paralel verilmir və ya da müəyyən bir bucaqlarına verilir. Buna diqqət etməlisin. İndi gəlin, buna aynı bir məsələ işləməyə çalışaq. Bax ki, bizə belə bir maqnit sahəsi verilir və cəryanı belə verir. İndi sizcə, bu cəryan işlətir və bu da B. Bunlar arasında qalan müzakirə dərəcədir. 180 dərəcə. Bunlar arasında 180 dərəcədir. 90 dərəcə. 90 dərəcə. Yox, Neçə dərəcə daxil? 0 dərəcə. 0 dərəcə. Bəs indi 90-dır. Uşaqlar, cəryan hara gedir? Yuxarı. İndüks hara gedir? Bizdən çəkilir. Sizdən çəkdi o. Qoysam belə. Bunlar arasında qalan 90 dərəcə. İndi 90 dərəcəymişlər. İndi mən naqil belə fırlasam, indi neçə dərəcə olacaq? 90. Yenə 90. Naqili belə fırlasam, 90. yenə 90. Yəni necə fırlayırsansa fırlayalım, yəni bu maqil sahəsində. Burada neçə dərəcə olacaq? 90. Əgər naqil belə bir şəkildən bizə doğru fırlansa, hansı uzaq eləmiş olacaq, azalmış və ya artmış ola bilir. Bir daha məsələ işləyək. Deməli, belə bir maqil sahəsi verir bizə. Maqilin yüksək hədləri verir B. B belə gedir. Və bizə belə cəryan verir. Cəryan belə, belə və belə gəlir. Tutaq ki, bu uzunluqlar hamısı bir-birinə bərabərdir. Hamısı uzunluğu nədir? Edir. Və bunlar necə birləşdirir? Arada birləşdirir. Arada da cəryan işlədə bilmək olur. Əllər toplu bərabər. İ'də də bərabər olur. Deməli, burada da İ'dir, burada da İ'dir, burada da İ'dir. Deyir ki, məsələn, bax, yazar var məsələn, A, B, C və D. Deyir ki, AB hissəsinə təsir göstərən amper qüvvəsi bərabər 10 newton olarsa, ümumi nə qədər olacaq amper qüvvəsi? Yəni, bir dənə AB-yə təsir göstərən hissə 10 newtondursa, yekun amper qüvvəsinin qiyməti nə qədər olacaq? Dəqiq 30 olacaq. Güzlər nə qədər olacaq? 3 dolar. Elə 10 olacaq. 10 olacaq, dəqiq. İzə də gedirəm. Yəni, analiz eləməyə çalışın. Bax, bu hissədə amper qüvvəsinin qiyməti 10 newtondur. Paralel olan sən götürməyəcəksiniz. Paralel olanda Götürmür. götürmür. Bu getdi onda. Yəni burada amper qüvvəsi yoxdur. Bir də qalıb deyə bura. Bu da perpendikulyardır. Deməli burada neçə newton olacaq? 10 newton. Bu da 10, bu da 10. Hər ikisi də eyni istiqamət. Gəlin istiqaməti tapmağa çalışaq. Deməli B oradan gəlsə uzun daxil olmalıdır. 4 barmaq yuxarı olanda amper hara olacaq? Bizdən çəkilər. Burada da bizdən çəkilər, burada da bizdən çəkilər. Onda yekun tapmaq istəsində F yekun bərabərdir. 10 üstə gəl 10. Cavabı edəcək 20 newton. Yəni çox istiqamətə də fikir verməlisiniz.
istiqamət verilməsi və nəyə demək istəyirəm? Bax, bu tip sual düşür sizə. Belə bir maqnit sahəsi verilir və buradan başlayırıq belə, belə. A, B, C, D. Hamısının uzunluğu A-dır uşaqlar. Bir də deyir ki, məsələn, AB-də yekun qüvvəmiz olsun 20 Newton. F amper bərabər 20 Newton. Deyir, yekun amper qüvvəsi tapın, indi dövrədə ümumi. Yəni, bir dənə AB-də 20 isə yekun tapıla çalışaq. Zərdən gəlin belə verək. Dün AB deyil, o BC çıxacaq. Bu BC hissəsində deyirsiniz ki, bucaq alfa və 0 dərəcə olduğuna görə amper qıvvəsi 0. Bu hissəsindən xəsərdir. O CD qalır fərzinə. Bununla bu bir-birinə bərabər deyil. Burada 10 Newton sonra nə qədər olacaq? 20 isə 20. Burada 20 isə burada 20 oldu. O 20-dir da. İndi baxıram nəyə? Amper istiqamətinə. Burada B ucuna daxil oldu. Baş bölümü yuxarı oldu, baş bölümü yuxarı oldu. Şəklə. Bizdən şəklə. Deməli, bu 20-nin istiqaməti nə qədər oldu? Bizdən şəklə. Bəs buradakı, indi ucuna daxil olur. Zərən aşağı gəldi. Orada nöqtə olurdu. Növbəti 20 isə nöqtədir. Nöqtənin x bir-birinə nədir? Bir-birindən əks. Əks isə yekun əvəzləsi belə olacaq. 0. Deməli, yekun əvəzləsi olacaq bizə nə qədər? Valla, vektoriyel keymələrdə istiqamətə mütləq önəmlidir. Yəni, vektoriyel keymələrdə mütləq istiqamətə önəmlidir. Sonra, sonuncu bir şey qeyd edirəm sizin. Deməli, biz induksiya haqqında danışımda demişdik ki, induksiyanın vahidi nədir? İnduksiyanın vahidi nədir? Yox idi. İnduksiyanın vahidi. Tesla. İnduksiyanın vahidi uşaqlar bir Tesla. Düzdür. İndi mən sizə sual orada deyə bilmiyorum ki, yəni Tesla'nın artışı nədir? Beynəlxalq sınır əsas vahidinin ifadəsi nədir? Onu hara verdim, bax bu tutuyorum. F bərabərdir IB. Buradan B'nin tapsın nə olacaq uşaqlar? F bölünsün I vurulsun nə? L. Davam edir uşaqlar. Deməli, buradan B'nin vahidini tapmağa çalışaq. Deməli, B bərabər. Qüvvənin vahidi nədir? Newton. Zərər şəklinin vahidi? Amper. Uzunluğu vahidi? Metr. İndi yəni Newton'u da açaq. Deməli, Newton açacaq. Kilogram vur metr. Böl saniyə kvadratı. Böl saniyə kvadratı. Getdi. Kilogram amper saniyə. Yaşa, metrdə də getdi. Yerdə nə qaldı? Kilogram bölünsün amper vur saniyənin kvadratı. Bu da bizdə yekun B'nin beynəlxalq sistemdəki nədir? Vahid. Amper asışı yoxdur. Buyurun. Amper ölçü beynəlxalq sistemdə əsas vahid. Əsas vahid. Bu qədər şey olur. Sağ olun, sağlıqla qalın.